Yer kürəsində müxtəlif təzyiq qurşaqları yaranır. İlk öncə ekvatorial ərazilərdən başlayır. Ekvatorial ərazilərdə termik alçaq təzyiq sahəsi, tropiklərdə dinamik yüksək təzyiq sahəsi, mülayim enliklərdə dinamik alçaq təzyiq sahəsi, qütb enliklərində isə termik yüksək təzyiq sahəsi yaranır. Daimi olaraq yüksək təzyiq sahələrindən alçaq təzyiq sahələrinə doğru əsən küləklərə daimi küləklər deyilir. İlk öncə passat küləkləri haqqında danışmaq istəyirəm. Passat küləkləri tropik enliklərin yüksək təzyiq sahəsindən ekvatorial enliklərin alçaq təzyiq sahəsinə doğru əsən küləklərdir. Və passat küləkləri ekvatorial enliklərə bol yağıntı gətirir. Passat küləkləri şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, cənub yarımkürəsində isə cənub-şərqdən şimal-qərbə doğru əsirlər. Qərb küləkləri isə yenə də tropikin yüksək təzyiq sahəsindən mülayimlərin alçaq təzyiq sahəsinə doğru əsən küləklərə deyilir. Qərb küləkləri şimal yarımkürəsində cənub-qərbdən şimal-şərqə, cənub yarımkürəsində isə şimal-qərbdən cənub-şərqə doğru əsən küləklərdir. Qərb küləkləri Avrasiya materikində Ural dağlarına qədər bol yağıntı gətirir. Eyni zamanda dünyanın müxtəlif ərazilərinə, Alyaska tərəfə, Çilinin cənub-qərb qurtaracağına bol yağıntı gətirir. Sonuncu daimi küləklərimiz isə şimal-şərq küləkləri ilə cənub-şərq küləkləridir. Şimal-şərq küləkləri qütbətrafı ərazilərin yüksək təzyiq sahəsindən mülayim enliklərin alçaq təzyiq sahəsinə doğru əsən küləklərdir. Şimalda bu küləklər şimal-şərq, cənubda isə cənub-şərq